Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür. Azərbaycan tarixi ərazilərinin adları ilə bağlı, gül çiçək bitki adları ilə bağlı, daş-qaş, zinət və bəzək əşyalarının adları ilə bağlı, əmək və təsərrüfatla bağlı, qəhrəmanlıq və igidlik timsallı rəqslər, bayramlar və el şənlikləri ilə bağlı rəqslər, müxtəlif mərasimlərlə bağlı rəqslər, insan adları ilə bağlı rəqslər, məzəli rəqslər. Əncəli rəqsi hal-hazırda Cənubi Azərbaycan ərazisində böyük liman şəhərinin adıdır. Qədimdə bu şəhər Pəhləvi adı ilə də tanınmışdır. Əskərani rəqsi Dağlıq Qarabağ ərazisində Şuşa ilə Xankəndi arasında rayon adıdır. Şağani Bakı kəndlərindən birinin adıdır. Toy, bayram, əhval-ruhiyyəli bu rəqs 20-ci illərdən başlayaraq Şampanı adı kimi də adlandırılmışdır. Dilican Göyçə mahalında, Göyçə gölünün şimalında rayon mərkəzidir. Uzundərə Azərbaycan Dağlıq Qarabağ ərazisində Ağdamla Göytəpə kəndi arasında dərə adıdır. Elat adlanan köçəri tayfa mal qarasını yaylağa çıxararkən məhz bu dərədən keçərmiş. Dərənin yola uzun olduğundan köçənlər yolüstü burada dincələrmiş. Onluq rəqsi qızıl pul adıdır. Qadın geyimlərindən kürdünün yaxasına vurulan zinət əşyasıdır. Hal-hazırda Süleymani kimi tanınmış bu rəqs onluq adını itirmişdir. Qədimdə çox populyar olan onluq rəqsini dahi bəstəkarımız Üzeyir Hacıbəyov özünün Arşı Malan operettasında Süleymanla Asiyanın rəqsi kimi istifadə etmişdir. Sonralar bu əsər bütün dünyada məşhurlaşmış. Həmin bu rəqs isə not yazısında Asiyanın rəqsi, el arasında isə Süleymani kimi şöhrət tapmışdır. Köçəri rəqsi qədim tayfa adıdır. Rəqsin musiqisi yallı musiqisidir. 2 hissəlidir. Birinci hissə orta, ikinci hissə isə tez tempdə ifa olunur. Bu yallı musiqisi Naxçıvan ərazisində yaransa da, indi Azərbaycanın hər yerində çox sevilən rəqs kimi mövcuddur. Ovşarı rəqsi qədim tayfa adıdır. Musiqisi əsasən yallı musiqisidir. Hal-hazırda Ağcabədi rayonu ərazisində Ovşarlar adlanan xalq yaşayır. Xurcunu rəqsi xalqın məişətində istifadə olunan vasitələrdən birinin adıdır. Çox maraqlı yaranma tarixi vardır. Kətdə yaşayan qoca bir kişi yoldaşı ilə birlikdə hamı kimi təsərrüfatla məşğul olur. Əldə etdiyi məhsulu satıb özlərini dolandırırdılar. Yağı, pendiri ata yükləyib xurcunla dolu bazara yollanan kişi mallarını satıb evə qayıdanda boş xurcunu əlində oynada-oynada yoldaşına şad xəbər gətirir. Qəhrəmani rəqslərdən cəngi rəqsi döyüş meydanındakı hərəkətləri təsvir edən əsl cəngavərlik rəqsidir. Musiqi həcmi 4:2 olan cəngi oyun havasından pəhləvanların yarışında, cıdır meydanında da geniş istifadə edilir. Bu rəqsi əsasən zurnaçılar dəstəsi ifa edir. Qılınc və qalxanlarla ifa olunan bu kütləvi rəqs qədim Azərbaycan rəqslərindəndir. Qaytağı böyük tarixə malik olan bu rəqs Qafqaz xalqlarının sevimli rəqslərindən olub, onların məişətində özünə layiq yer tutmuşdur. Xalqımıza məxsus mübarizlik, cəsarət, cəngavərlik və s. qaytağı rəqsində bütünlükdə öz əksini tapmışdır. Rəqsin ahəngi, ritmi Dağıstan ərazisindəki Ləzginka və Kabardin rəqsləri ilə oxşardır. Şalaxu rəqsi əyləncəli oyun tamaşadır. Kəndə ayı oynadanlar gələndə kiçikdən böyüyə kimi hamı bu tamaşaya baxmağa tələsirdilər. Ayı başını yerə qoyub tez-tez mayallaq vurar, 2 ayağı üstə qalxıb fırlanardı. Tamaşa edənlər isə əl çalar, aranı daha da qızışdırardılar. Sonra yiyəsi ayının belinə şələni bağlayar və daşımağa əmr edərdi. Ayının şələ daşımağını görən tamaşaçılar bir ağızdan "Ay şələkum mayallaküm" sözlərini deyərdilər. Şalaxu və ya şələxu sözlərinin mənası da bu əhvalatlarla bağlıdır. Eyni zamanda şalaxu, şələqoy kimi də adlandırılır. Mirzəyi rəqsi qədim rəqslərdəndir. Qarabağlı Neyçalan Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılmışdır. Gülgəzi rəqsi ən məşhur qadın rəqslərindəndir. Rəqsin musiqisi Neyçalan Naxçıvanlı Həsənəli 1904-1905-ci illərdə yaradıb. Gülgəz Həsənlinin yoldaşının adıdır. Rəqsi də onun şərəfinə Gülgəzi adlandırıb. Elə rəqslər vardır ki, ayrı-ayrı dövrlərdə onlara söz, mətn əlavə olunaraq mahnı kimi istifadə olunmuşdur. Gülgəzi, Kəsmə, Şuşa, Dağıstanı, Uzundərə, Darçını və s. belə havalardandır. Muğam dəstgahlarında dəramət kimi istifadə olunan xalq rəqslərimiz də vardır. Şəlalə, Həngamə mey, Səlami və s. bu rəqslərdəndir. Opera balet musiqisində
kino musiqisində rəqslərimizdən geniş istifadə edilmişdir. Əfrasiya Bədəlbəyli Qız Qalası baletində şalaxu rəqsindən istifadə etmişdir. Arşın Mallan kinofilmində Yaqutu, Onluq, Mehman kinofilmində Heyva Gülü, 7 oğul istərəm kinofilmində Zorxana rəqsi, O olmasın bu olsunda Mirzəyi, Uzundərə, Darçını, Əhməd Hardadır kinofilmində üzümçülər rəqsi kimi verilmiş səməni rəqsindən də istifadə olunmuşdur. Azərbaycan xalq rəqslərimizin toplanmasında və nota köçürülməsində bir çox dahi şəxsiyyətlərimizin əməyini qeyd etməliyik. Bunlardan ən başlıcası Səid Rüstəmovdur. O, Azərbaycan rəqs havaları məcmuəsində 30 xalq rəqsini nota yazmışdır.